Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, iki şey vardır ki, onlardan daha xeyirlisi yoxdur. Allaha iman gətirmək və müsəlmanlara xeyir vermək. Eləcə də iki şey vardır ki, onlardan daha pisi yoxdur. Allaha şərik qoşmaq və müsəlmanlara ziyan vurmaq. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, çalışın alimlərlə oturub durun, həm də hikmət sahiblərinin kəlamlarına qulaq asın. Çünki uca Allah yağış suyu ilə ölü torpağı diriltdiyi kimi, ölü qəlbi də hikmət nuru ilə dirildir. Əbu Bakr Sıddiq radiyallahu anhu deyir ki, qəbirə azuqəsiz daxil olan kəs, dənizə gəmisiz girən kimsəyə bənzəyir. Ömər bin Xattab radiyallahu anhu deyir ki, bu dünyada qüdrətli olmaq, mal dövlətlə, axirətdə izzətli olmaq isə salih əməllərlə olur. Osman ibn Affan radiyallahu anhu deyir ki, dünyanın dərdini çəkmək qəlbdəki zülmətin, axirətin dərdini çəkmək isə qəlbdəki nurun olmasına dəlalət edir. Ali ibn Abu Talib radiyallahu anhu deyir ki, elmi axtaran kimsəni cənnət də axtarar. Günahı axtaranı isə cəhənnəm odu axtarar. Yahya ibn Muaz rahiməhullah deyir ki, səxavətli adam Allaha asi olmaz. Hikmətli şəxs də dünyanı axirətdən üstün tutmaz. Əməş rahiməhullah deyir ki, təqvanı özünə əsas tutan kəsin dini barədə dillər çox danışar. Dünyanı özünə əsas tutan kəsin dininin zəifliyi barədə də dillər susmaz. Böyük İslam alimi Sufyan Thawri rahiməhullah deyir ki, şəhvətlə bağlı olan hər bir asiliyin əfv olunmasına ümid var. Təkəbbürlükdən olan hər hansı bir günahın bağışlanmasına ümid yoxdur. Belə ki, iblisin etdiyi günah təkəbbürlüklə, Adəmin etdiyi günah isə şəhvətlə bağlı idi. Bəzi təqvalı şəxslər deyiblər ki, kim gülə-gülə bir günah edirsə, Allah onu ağlaya-ağlaya cəhənnəmə daxil edər. Ha belə kim ağlayaraq Allaha itaət edərsə, Allah onu gülər üzlə cənnətə daxil edər. Bəzi hikmətli şəxslər deyiblər ki, kiçik günahlara həqarətlə baxmayın, çünki böyük günahlar onlardan əmələ gəlir. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, davamiyyətli şəkildə edilən kiçik günah kiçik sayılmaz. Tövbə olunduqda böyük günah böyük olmaz. Bəzi müdrik şəxslər deyiblər ki, kim Allahdan ona daha yaxın bir havadarın olduğunu düşünərsə, Allahla bağlı bilgisi az olar. Eləcə də kim özündən daha böyük düşməninin olduğunu düşünsə, özünü az tanımış saylar. Əbu Bakr Sıddiq radiyallahu anhu uca Allahın quruda və dənizdə fəsad zahir olmuşdur ayəsi ilə bağlı belə deyir. Burada quruda deyildikdə dil, dəniz deyildikdə isə qəlb nəzərdə tutulur. Çünki dil xarab olduqda insanlar buna ağlayar. Qəlb xarab olduqda buna mələklər ağlayar. Belə deyiblər ki, şəhvət hökümdarları qula çevirər. Səbir isə qulu hökümdar edər. Məgər Yusuf əleyhissalamla Züleyxanın hekayəsini oxumamısan? Belə deyiblər ki, ağıllı başçı və nəfsinin istəkləri əsir olan kəsə cənnət olsun. Nəfsinin istəkləri hakim, ağlı isə əsir olan kəsin isə vay halına. Həmçinin deyiblər, günahlardan yaxa qurtaran kəsin qəlbi incə olar. Haramdan əl çəkib halal yeyən kəsin düşüncə tərzi saf olar. Allah bəzi peyğəmbərlərinə belə vəhy etmişdir. Sən əmr etdiyim şeylərdə mənə itaət et, nəsihət etdiyim şeylərdə də mənə asi olma.
Həmçinin belə deyiblər, ağılın kamilliyi Allahın razılığını qazanıb, onun qəzəbinə səbəb olacaq əməllərdən uzaq olmaqdadır. Həmçinin deyiblər ki, alim üçün qəriblik olmaz, cahilin isə vətəni olmaz. Həmçinin deyirlər, kim Allaha çox itaət etməklə ona yaxın olarsa, insanlar arasında qərib bir şəxs sayılar. Həmçinin deyiblər, itaətin çox olması Allahla bağlı bilginin mövcudluğuna sübutdur. Necə ki, bədənin hərəkətdə olması onun diri olmasına sübutdur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bütün xətaların əsası dünya sevgisi, bütün fitnələrin əsası isə zəkatın verilməməsindədir. Həmçinin deyiblər ki, öz təqsirlərini etiraf edən kəs həmişə təriflənər. Səhvləri etiraf etmək məqbulluğa sübutdur. Həmçinin deyiblər ki, nemətlərə naşükürlük etmək pis bir əməl, axmaq adamla dostluq etmək isə qəbahətdir.